Artıq abituriyentlər seçim ediblər. Seçimin nəticələri yəqin ki, yaxın günlərdə açıqlanacaq və yenə də bizi sürprizlər gözləyə bilər. Nəyə diqqət çəkmək istəyirəm? Hər il biz fikir vermişik ki, Rus bölməsini bitirənlər eyni ixtisaslara Azərbaycan bölməsini bitirənlərdən daha az balla qəbul edilirlər. Bu nə deməkdir? Bu o deməkdir ki, Rus bölməsində oxumaq təşviq edilir. Bunu kim edir görəsən? Təbiidir ki, qərar verənlər, universitetlər, yaxud da ki, dövlətin müvafiq qurumları bu məsələnin üzərində əsim-əsim əsirlər. Dırnaq arasında deyirəm. Yəni, niyə eyni ixtisasa Rus bölməsini bitirənlər daha az balla qəbul edilməlidir? Azərbaycan bölməsini, milli, dövlət bölməsini bitirənlər isə daha yüksək balla. Bu ildə eyni şey təkrarlanacaq. Yenə eşidirik ki, Rus bölməsinə, universitetlərin Rus bölməsinə qəbulda ballar aşağı göstəriləcək. Yəni aşağı ballı, yaxud aşağı bal toplamış abituriyentlər rahat bir şəkildə qəbul oluna biləcəklər. Misal üçün də, eyni ixtisasın Azərbaycan bölməsinə qəbul üçün 400 bal tələb olunacaq. Rus bölməsinə qəbul üçün isə 250 bal. Bax, kimə lazımdır bu? Kimdir bunu təşviq edən? Kimdir bu qaydaları qoyan? Niyə burada bərabərsizlik şəraiti yaradılır? Niyə Azərbaycan dilində oxuyanlara haqsızlıq edilir? Niyə milli, ana dilimizdə, dövlət dilimizdə təhsilə üstünlük verənlər bu yolla gözdən salınır? Niyə yabancı, işğalçı Rusiyanın dilini gətirib bu yolla təşviq edirlər? Düşünürəm ki, dövlət artıq bu məsələnin üzərinə getməlidir. Əgər konkret ixtisasa qəbul varsa, o qəbul üçün ən aşağı bal müəyyənləşdiriləndə Rus və ya Azərbaycan bölməsi nəzərə alınmamalıdır. 400 baldırsa 400'dür, 500'dürsə 500'dür. Yoxsa niyə Rus dilini yaxud Rus bölməsini bitirənlərə ayrıca üstünlük tanınsın ki? Bunu kimlər edir? Niyə edir? Məqsəd nədir? Niyə təşviq edirlər Rusça oxumağı? Azərbaycan bir dövlətdir, müstəqil dövlətdir. Bizim öz ana dilimiz var. Dövlət dilimiz var. Belə bir şəraitdə kimlərsə gəlib dövlət dilini kənara itələyib də işğalçı, yabancı Rusiyanın dilini təpəmizin üstünə çıxarmaq istəyir. Biz buna yol verməməliyik. İcazə verməməliyik. Və dövlət baba bu məsələlərin üzərinə getməlidir. Bir daha deyirəm. Əgər söhbət qəbuldan gedirsə, eyni ixtisasa Azərbaycan bölməsi ilə Rus bölməsi eyni balla qəbul oluna bilər. Daha 150-200 bal aşağı balla Rus bölməsini bitirənlər qəbul edilməməlidir. Qəbul edilirsə, bu artıq o deməkdir ki, kimlərsə yenə də dövlətin içində dövlətçilik edir. Başqa bir dövlətə xidmət edir yəni. Bunun qarşısı alınmalıdır. Həyəcan təbili çalıram, diqqətli olmağa çağırıram. Yeri gəlmişkən sevinirəm ki, bu il birinci siniflərə qəbulla bağlı Rus bölməsində vəziyyət yaxşılaşıb. Yəni o mənada ki, insanlarımızın çoxu artıq uşaqlarını Rus bölməsinə göndərməkdən vaz keçib. Sağ olsunlar. Bax, belə olmaq lazımdır. Belə düşünmək lazımdır. Yeri gəlmişkən mən bunu danışdıqca yadıma düşür, bugün xəbər yayıldı ki, Moskvada Azərbaycan diasporunun rəhbərini ölkədən çıxarıblar. Rusiya vətəndaşı idi. Vətəndaşlığını ləğv etdilər. İndi də qoluna qandal vurub Rusiyadan qovurlar. Biz isə burada nə edirik? Rus dilini qaldırıb təpəmizin üstündə gəzdiririk. Bəzi vətəndaşlarımız Rus məktəblərindən ötürü yaxa başlarını cırırlar. Dövləti məhkəməyə verəcəklərmiş. Ayıb deyil mi? Rusiya bizə nə edir? Biz Rusiya üçün nə edirik? Yəni insan nə qədər özünü, öz millətini alçaldar, aşağı görər, xor baxar. Ona görə də bu ilki qəbulla bağlı həyəcan təbili çalıram. Heç bir Rus bölməsində aşağı, daha aşağı balla qəbul olmamalıdır. Biz bu məsələni diqqətdə saxlayacağıq və əlbəttə nəticələrə də qiymət verəcəyik.